Ən son nə zaman nağıl və ya hekayə dinləmisən? Yox, video və ya səs yazısı demirəm. Yəni birisi öz duyğularını, hisslərini qataraq bir nağıl və ya hekayə danışıb. Sən isə maraqla onu dinləmisən. Olmayıb demə. Mütləq ki olub. Yadına sal, yaxın keçmişdə qonaqlıqlarda insanlar öz hekayələrini o qədər maraqla danışardılar ki, hər kəs susub onları dinləyərdi. Bəlkə indi də hardasa bu ənənə davam edir. Lap keçmişdəki kimi insanlar ocağın ətrafında oturub hekayələr dinləyərdi və o dinlədikləri hekayələrlə böyüyərdilər. Bu yaxınlarda bir nağıl gecəsinə dəvətli idim. O qədər isti atmosfer var idi ki, məni lap uşaqlığıma qaytardı. Uşaqlıqda atam bizə nağıl, hekayə danışardı və o bu işi çox gözəl bacarırdı. Bu görüşdə də mən o uşaqlıqdakı hissləri yaşadım. Hətta öz hekayəmizi də yazdıq. Hekayələr bizim qəlbimizə toxunur, illərlə yadımızda qalır və hər hekayədə biraz özümüzü tapırıq. İnsan üçün ən asan öyrənmə yolu məhz hekayələrdir. Hekayələr hər yerdədir. Sadəcə onları görmək lazımdır. İndi isə sən de, səni ən çox təsirləndirən nağıl və ya hekayə hansı olub?